Növbəti testə baxaq. Choose the correct variant. Yenə doğru variantı seçməliyik. Burada baxırıq nöqtələrin yerinə nə qoya bilərik? Hansı artikel müəyyən yoxsa qeyri-müəyyən artikel tələb olunur bizdən qoymaq? Traditional Azərbaycani breakfast consist of. Batı sözü sayılmayan isimdir. Ona uyğun nəzərə alaq. Öncədən ona xüsusi diqqət yetirək. Batı A variantında artiklı yazılıb. Batı deyə bilmərik. Sayılmayan isimlərin qarşısında qeyri-müəyyən artikellər olan və ən istifadə olunmur. Sonra D variantında en traditional yazılıb, bu da səhvdir. C variantında isə yenə Batı sözünün qarşısında artiklı, qeyri-müəyyən artiklı yazılıbdır. E variantında yenə Batı sözünün qarşısında yazılıb. Ümumiyyətlə cümləyə baxanda cümlə sizi qorxutmasın. Mütləq orada sizin üçün bir ipucu var. Burada da ipucu yani aydın şəkildə görünür. Baxmayaraq ki, cümlə belə uzun görünə bilər gözünüzə. İmtahanda xüsusilə adam həyəcanlanır. Həmişə tələbələr imtahandan çıxanda deyirlər ki, ayda mən bunu necə görməmişəm. Sanki gözünüzün qabağında olan bir cavabı görmürsünüz. Çölə çıxan kimi amma onu görürsünüz. Qorxmaq lazım deyil. Mütləq orada bir ipucu var. Batı sözü. Bu da çox asandır əslində. Sayılmayanların qarşısında en olmaz. Qalanlarında en yazılıbdır. Bir dənə D variantında yazılmayıb, amma onun da birinci söz en traditional olmaz. Traditional ola bilərdi. Ona görə də düzgün cavab B variantıdır və cavab düzgün götürülübdür. Choose the correct sentences, yəni doğru cümləni seçməliyik. Learning about different cultures are useful, yox, is useful olmalıydı. Biz mübtədədə söz önündən öncəki sözə diqqətlə fikir verək. Learning, nə? Öyrənmək. Müxtəlif mədəniyyətlər haqqında öyrənmək deyir, lazımlıdır. Görsün mübtədə nə sualına cavab verir, nələr yox. Mübtədə təkdədir, ona görə də feildə ona uyğun olaraq təkdə götürülməlidir. Is useful olmalıydı. Ona görə də səhvdir. İkinci, achieving my goals were very difficult, yox. Was very difficult olmalıydı. Burada goal sözü sizi çaşdıra bilər. Cəmdə olduğunu görüb götürə bilərsiniz. Yox, olmamalıdır. Siz goal'a yox, mübtədanı tərcümə eləməlisiniz düzgün şəkildə. Yəni məqsədlərimə çatmaq, məqsədlərimi əldə etmək. Nə? Görürsünüz orada mübtəda nə sualına cavab verir. Nələr yox. Ümumiyyətlə burada gerund mübtəda rolunda gedibdir və gerund özündən sonra gələn ümumiyyətlə feili təkdə istəyir. Ona görə də 1 və 2 hər ikisi səhvdir. Birdə is olmalıydı, 2də isə was olmalıdır. 3də sharing photos of animals on Facebook is my hobby. Görürsünüz, qaydaları tam ödəyir. Yəni Facebookda heyvanların şəkillərini paylaşmaq mənim hobbimdir. Nə mənim hobbimdir? Facebookda heyvanların şəkillərini paylaşmaq. Bu da bir gerunddur. Təkdə götürülür, mübtədası təkdədir. Feil də ona uyğun olaraq təkdə işlənibdir. D variantında buying a small house was his dream. Yəni ev almaq, nə ev almaq? Balaca bir ev almaq onun arzusuydu, xəyalı idi. Feildə mübtəda da təkdə olduğuna görə bir-birinə uyğundurlar. Düzgün cavab bəli, düzgün götürülüb C variantı. Növbəti testə baxaq, 64-cü. Match the words to their definitions. Sözlərlə onların izahını uyğunlaşdırmalıyıq. Deməli, gale nə deməkdir? Gale, a very strong wind, çox güclü külək, gale adlandırırlar. Shower nə deməkdir? Shower, a heavy rainfall, çox güclü bir yağış yağırsa biz onu shower deyə bilərik. Sanki göydən duşdakı kimi su tökülür hal-hazırda. Mən həyətdən o səsi eşidirəm, shower səsi. Və fog isə çox qalın bir bulut topası belə deyək. A thick cloud in the sky, bəli, düzgün cavab kimi götürülüb. C variantı düzdür. Növbəti testə baxaq. 65. Is that CD? Bu CD. A variantı my, mənimdir ola bilərdi. Is that CD mine olmalıydı, daha doğrusu my yazılıb, mine. Mən bunu mine kimi gördüm, yox, my yazılıb, mine olmalıydı. Çünki özündən ondan sonra bir isim gəlməyibdi. A variantına görə avtomatik səhvdir. B variantında is that city hers olmalıydı, her yox, ona görə səhvdir. C variantında is that city ours olmalıydı, our yox, ours, ona görə səhvdir. D variantında is that city yours, səninkidir, bu CD. No, it's mine. Yox, mənimkidir. Deməli, D variantı bəli düzgün uyğun gəlir. Bəs E variantı niyə deyil? Is that city his? No, it isn't. Hers olmalıydı. No, it isn't hers. Onunki deyil. Her yox, hers olmalıydı. Düzgün cavab. Əgər elə olsaydı düzgün cavabı seçəcəkdik. Düzgün cavab bəli, D variantıdır. Növbəti test. Pandas are most beautiful animals. Burada sifətin üstünlük dərəcəsi verildiğine görə mütləq və müəyyən artikeldən istifadə olmalıdır. Və in the world-daki biz bunu əzbər bilirik, mətnlərdə görmüşük. Heç qayda şəklində bilməsəniz də mətnlərdə siz onu çox görə bilərsiniz. Bəli, düzgün variant A variantı.